Hər ikiniz xoş gəlmisiniz. Boş vakansiya üzrə müraciət etmisiniz. Xanım, üzr istəyirəm, sizdə bu iş üzrə təcrübə var? Bəli, bu vakansiya üzrə 10 ildən çox böyük şirkətlərdə işləmişəm. Aha, bəs siz? Yox, öyle işləməmişəm heç yerdə mən. Aha, mən belə başa düşürəm, xanımda potensial daha çoxdur. Xanım, sizdə ali təhsil var? Bəli, mən magistri xaricdə bitirmişəm. Aa, magistr, çox gözəl. Bəs sizdə xanım? Yoxum da ali təhsilim. 4-cü sinifə qədər oxumuşam, ondan sonra çıxarıblar, qoymuşlar. Nəysə, xanım, sizdə yaşayış yeri haradır? Mənim yaşayış yerim burada yaxındadır, Azadlıqda qalıram. Çox gözəl. Nerede yaşayırsınız? Mən şeyə varım ya, bu Müşqabadda. Aa, Müşfiqabad nədir? Hardasan, burdasan? Xanım, üzr istəyirəm, ailə vəziyyəti necədir sizdə? Mən ailəliyəm, 2 dənə də övladım var. Aha, bəs siz? Məni bilirsən, mən boşanmışam. Xanım, sizin ali təhsiliniz var, iş təcrübəniz var, plus bizim şirkətə yaxın qalırsınız. Ona görə də mən sizi daha zirvələrdə görürəm. Yəni siz bizim şirkət üçün çoxsunuz. Ona görə də siz sıxın gedin, biz bu üzr istəyirəm, bu xanımla əməkdaşlığa başlayaq. Özünüz bilərsiniz. Sənə olmaz burada. Magistr nə oxuyub? Boşanmaq lazımdır işləmək üçün.